Hörmətli izləyicilər, Əsas Sualın canlı yayımında xoş gördük. Gündəmin, regionun aktual mövzularını müzakirə edəcəyik. Son məlumatlara görə Birləşmiş Ştatlar və İran arasında danışıqlar iflasa uğrayıb və Prezident Trump bəyan edib ki, atəşkəsin müddəti uzadılmaya bilər və İrana qarşı mümkün zərbələr yenidən gündəmə qayıdır. İranın Ali Din rəhbəri Müştəba Xameneyin də bəyanatı var ki, İran donanması hərbi əməliyyatlara hazırdır. Eləcə də bugün Hörmüz boğazı dünən açılmışdı İran tərəfindən və bugün yenidən bağlanıb və ticarət gəmilərinə İran tərəfindən atəş açıldığı haqqında məlumatlar var. Yenidən hərbi əməliyyatların bərpası mümkündür və bu bizim regionda mənzərəni necə, situasiyanı necə dəyişə bilər? Verilişimizdə həmçinin Rusiya-Ukrayna müharibəsinin gedişi və Rusiyada iqtisadi vəziyyətin durumunun bu müharibəyə təsiri haqqında fikir mübadilələrimiz, müzakirələrimiz olacaq. Qonağımız tanınmış politoloq, siyasi şərhçi Şahin Cəfərlidir. Maraqlı verilişimiz gözlənilir. Bəyənin, paylaşın. Başlayırıq. Şahin bəy, xoş gördük. Minnətdarım yayımıza qatıldınız. Çox sağ olun. Təşəkkür edirəm. Əvvəlcə bu Körfəzdəki vəziyyətlə bağlı. Mən girişdə anons elədim. Yenidən müharibə mümkündürmü sizcə? Çünki hər iki tərəf tamamilə antagonist mövqedədir və Çinin bir təklifi vardı ki, zənginləşmiş uranı İrandan götürüb ya özündə saxlaya bilər və yaxud da ki, mülki istifadə üçün yenidən emal edə bilər. Amma bu bəyanata da Birləşmiş Ştatlardan və İrandan hər hansı bir reaksiya mən oxumadım. Gündəmi izləyirsiniz, vəziyyət nədən ibarətdir? Yəni əslində dünən bir nikbinlik yaranmışdı qarşılıqlı açıqlamalar nəticəsində və sizin də qeyd etdiyiniz kimi İran tərəfi Hörmüz boğazının tam açıldığını elan etmişdi dünən. Ticarət gəmiləri üçün tamamilə maneəsiz bir keçid olacağını bəyan etmişdi İranın Xarici İşlər Naziri. Eyni zamanda bizim vaxtla axşam saatlarında da Amerika prezidenti Donald Trump Amerikanın demək olar ki, bütün şərtlərini qəbul etdiyini bildirmişdi. Yəni o demişdi ki, İran nüvə silahı yaratmaqdan tamamilə imtina edəcək. İran uranı zənginləşdirməkdən imtina edəcək. Eyni zamanda əlindəki o zənginləşdirilmiş uranın da ölkədən çıxarılmasına razılıq verib artıq. Amma bir qədər sonra İran parlamentinin sədri və İran danışıqlarında nümayəndə heyətinin rəhbəri olan Qalibaf bunu təkzib etdi və Trumpın bütün dediklərinin tamamilə əsassız olduğunu söylədi. Yəni ümumiyyətlə burada əsas problemlərdən biri də, yəni ən diqqət çəkən məqamlardan biri də hər iki tərəfin həddən artıq yalan danışmasıdır. Yəni bugün Amerika prezidenti vəzifəsində faktiki, yəni qeyri-ciddi bir insan əyləşib. Yəni ciddiyyətini itirmiş və yaxud da elə əvvəlcədən ciddi olmayan bir insan oturub. Yəni gün ərzində bir neçə paylaşım edir sosial mediada, jurnalistlərə açıqlamalar verir, ayaqüstü, nə bilim, telefonla filan. Və sonra görürsən ki, dediklərinin əksəriyyəti özünü doğrultmur. Yəni, hətta gün ərzində öz söylədikləri çox vaxt bir-birinə zidd olur. Günün birinci yarısı bir şey deyil, ikinci yarısı başqa bir şey. Yəni, bu baxımdan artıq Amerika prezidenti olan şəxsin açıqlamalarına da bir etibar yoxdur. Dünyada da ümumiyyətlə bir etibar itib, etimad da itib. İndi keçək İran tərəfi, onlar da faktiki, yəni, yalan və riyakarlıq faktiki bugünkü İran rejiminin siyasi mədəniyyətinə daxil olan keyfiyyətlərdir. Yəni o qədər yalan danışırlar ki, yəni müharibə dövründə də çox yalan danışdılar. Verdikləri açıqlamaların böyük əksəriyyəti 90%-dən çoxu yalan idi. Məsələn, Amerikan aviadaşıyıcısını az qala hər gün vururdular. Hər gün bəyanat verirlər ki, biz vurduq, Lincoln aviadaşıyıcısını vurduq, məhv elədik, nə bilim, raket dəydi filan. Amma sonra məlum olurdu ki, belə bir şey ümumiyyətlə yoxdur. Bu cür yalanları çox deyir. Eləcə də diplomatik mövzuda, yəni məsələn danışıqlar gündəmə gələndə bəyan etdilər ki, biz ümumiyyətlə danışıqlara getməyəcəyik. Bizim danışıqlara getməyə ehtiyacımız yoxdur. Biz müharibədə qalib gəlirik, biz niyə gedək Amerika ilə masaya oturaq, qoy Amerika bizim şərtlərimizi qəbul etsin. Amma sonra gördük ki, nümayəndə heyəti artıq Pakistandadır, İslamabaddadır. Halbuki bir neçə saat əvvəl Tasnimdə bəyanat getmişdi ki, biz danışıqlarda iştirak eləməyəcəyik. Yəni bu baxımdan artıq biz hamımız, istər şərhçilər, jurnalistlər, izləyicilər, tamaşaçılar, sadə vətəndaşlar bəyanatlar əsasında öz qənaətimizi formalaşdırmamalıyıq.
Yəni biz artıq sırf konkret əməllərə, hərəkətlərə baxmalıyıq. Onun əsasında fikir və mülahizə yürütməliyik. Çünki hər iki tərəf dediyim kimi həddən artıq yalan danışır. İndi bugünkü bəyanatlara gəlincə, dünənki bəyanatlarının tonundan tamamilə fərqli, qarşılıqlı sərt bəyanatlar səslənməkdədir. Dediyiniz kimi Trump bir qədər əvvəl bəyanat verdi ki, ola bilsin atəşkəs uzadılmayacaq və biz yenidən İranı bombalamaq məcburiyyətində qalacağıq. İran tərəfi öz növbəsində dünən açıq elan etdiyi Hörmüz boğazını bugün bağladığını elan etdi və hətta boğazdan keçməyə çalışan gəmilərin bir hissəsinin geri qaytarıldığı, digər hissəsinə atəş açıldığı haqqında da məlumatlar gəlir. Yəni yenidən sanki situasiya gərginliyə doğru inkişaf edir. Və bu baxımdan, yəni bugünkü bu son açıqlamalar əsasında əgər biz fikir yürüdəsi olsaq, onda deyə bilərik ki, hərbi əməliyyatların bərpa olunması ehtimalı yüksəkdir. Amma dediyim kimi, yenə biz konkret əməllərə baxmalıyıq. Yəni Trump sabah yenidən elan edə bilər ki, biz İranla çox gözəl danışıqlar aparırıq, İran bizim tərəflərimizi qəbul edir və yaxud da İran da öz növbəsində deyə bilər ki, yox, biz dünən bağlamışdıq, indi yenidən açırıq filan. Burada bir detal da var. Yəni İran sistemi içərisində də bir qərar qəbul etmə prosesində bir sanki ikitirəlik hiss olunur. İkitirəlik hiss olunur. Yəni məsələn, Seyid Əli Xameneyi sağ olduğu zaman onun sözü qanun idi. Yəni onun ağzından çıxan hər bir söz, hər bir göstəriş, əmr mübahisəsiz və etirazsız İranın dövlət siyasətinə çevrilirdi və həyata keçirilirdi. Amma indi o səviyyədə bir lider yoxdur. Yerinə oğlunu seçdilər, Müçtəba Xameneyini, amma onun da son durumu haqqında çox ziddiyyətli məlumatlar var. Yəni dini lider seçildikdən bəri ekran qarşısına çıxmayıb, kameraların qarşısına çıxmayıb, yaralandığı haqqında məlumatlar var. Bəzi məlumatlara görə yarası ağırdır, bəzi məlumatlara görə yox, çox ağır deyil, şuuru yerindədir filan. Yəni Müçtəba Xameneyinin bugün qərarları qəbul edən yeganə mərkəz olub olmadığı mövzusunda da biz birmənalı fikir söyləyə bilmirik. Yəni qərarları Müçtəba Xameneyi mi qəbul eləyir, yoxsa Sepah komandiri mi qəbul eləyir, Əhməd Vahidi, yoxsa məsələn Qalibaf, Araqçı, yəni siyasi qanadın ağırlığı nə qədərdir, ümumiyyətlə varmı? Pezeşkiyanın bir qərar qəbul etməyə təsiri varmı, yoxdurmu? Yəni bu məsələlər də aydın deyil və İranın da bu açıqlamalarında, addımlarında bu sistem daxilindəki bu qeyri-müəyyən vəziyyət, ikitirəlik hiss olunur. Yəni bu baxımdan yəni bugün etibarilə tutaq ki, bu son bəyanatları nəzərə alıb biz birmənalı şəkildə söyləyə bilmərik ki, artıq sabah biri gün müharibə yenidən başlayacaq. Dediyim kimi, yəni bu tərəflər o qədər mütəhərrik bir mövqe tuturlar ki, sabah yenidən hətta məsələn məlumatlar var idi dünənə qədər ki, bazar ertəsində İslamabadda yenidən danışıqlar başlayacaq. İndi bugün bilinmir ki, danışıqlar olacaq yoxsa olmayacaq. Amma danışıqlar olsa da buna təəccüblənmək lazım deyil. Yəni bu baxımdan hər halda bugünkü bəyanatlar, bugünkü situasiya vəziyyətin yenidən gərginləşməyə doğru inkişaf etdiyini göstərir. Amma hələ ki, yəni biz birmənalı tutaq ki, müharibənin yenidən qaçılmaz olduğunu söyləyə bilmərik. Amma məsələn bir detalı da qeyd eləyək. İsrail çox maraqlıdır ki, hərbi əməliyyatlar yenidən bərpa olunsun. Yəni bu sülh prosesi İsraili dəhşətli dərəcədə qızıqlandırır, çox qızıqlandırır. Və Amerika ilə də aralarında bu son həftələrdə bir fikir ayrılıqlarında ortaya çıxdığı aydın ortadadır. İstər bu Livan məsələsində, çünki Amerika tərəfi İsraildən tələb elədi ki, atəşkəsə getmək lazımdır Livanda. Bu isə İsrailin planlarına tamamilə ziddir. Yəni onlar Hizbullahı Livanda bir dəfəlik ortadan qaldırmaq siyasəti yeridirdilər və İsrail qoşunları da bilirsiniz ki, Livana daxil olub artıq. Daxil olub. Eləcə də İran məsələsinin yarımçıq qalması İsraili əlbəttə ki, heç cür qane eləyə bilməz. Onlar İran məsələsini də bir məntiqi sonluğa çatdırmaq istəyirlər. Yəni bu baxımdan vəziyyətin gərginləşməsində və yenidən müharibənin bərpa olunmasında ən çox maraqlı olan tərəf İsraildir. Şahin bəy, burada Trump'ın yəni bu Hörmüz kampaniyası belə deyək də, Hörmüz boğazı bağlanır, İrana danışıqlara məcbur edir. Amma yəni bu bir çıxış yoludurmu? Yəni bununla bir nəticəyə varmaq mümkün olacaqmı? Əslində mən deyim ki, bu İranın dəniz blokadasını, yəni İrana qarşı bir dəniz blokadasının tətbiq olunması əslində çox effektiv bir metoddur Amerika üçün.
Yəni məsələn, niyə Amerika müharibəyə başladı? Mən tam daha doğrusu yəni aydındır. Daha çox İsrailin, Netanyahunun burada çox böyük rolu oldu. Yəni Tramp üzərində təsirinin burada çox böyük rolu var ki, Amerika müharibəyə daxil oldu. Əslində yəni bütün yəni müharibə nə vaxt başlayır, nə vaxt müharibəyə əl atılır? Bütün digər vasitələr, üsullar tükəndikdən sonra. Yəni sən tutaq ki, bu problemi həll etmək istəyirsən, haqlısan, haqsızsan o ayrı məsələ, onu qoyuram bir kənara. Bu problemi həll etmək istəyirsən və bütün yollardan istifadə edirsən. Bütün o yollar, o metodlar, üsullar nəticə vermədikdən sonra ən son addım olaraq, ən son çarə kimi bir dövlət müharibəyə əl atır. Amma bu İran məsələsində bütün digər üsullar, vasitələr tükədilmədi. Yəni məsələn bu dəniz blokadasının özü də onu göstərir ki, əgər müharibəyə başlamadan Amerika İranı dənizdən blokadaya alsaydı, daha real nəticələr əldə edə bilərdi. Yəni müharibəyə bəlkə də heç ehtiyac qalmazdı. Çünki bu çox effektiv bir vasitədir Amerikanın əlində. Yəni həqiqətən də əgər bu blokada tam və qəti şəkildə həyata keçirilərsə, hansı ki Amerikan tərəfinin iddiasına görə onlar heç bir gəmini bu müddətdə buraxmadılar. Yəni blokada elan olunduqdan sonra ayın 13-də elan olundu və Amerika Mərkəzi Komandanlığının açıqlamasına görə onlar o müddətdə indiyə qədər bir dənə olsun İran gəmisini Hörmüz boğazından okeana buraxmayıblar. Bu isə İrana çox ağır zərbə vura bilər iqtisadi baxımdan. Çünki İranın əsas ixrac marşrutu məhz dəniz yolu ilədir. Yəni Hörmüz boğazından keçən İran gəmiləri aşağı enir və şərqə doğru istiqamətlənir Çinə və Hindistana. Yəni İranın əsas ixracı bu iki ölkəyə, Çinə və Hindistana. Xüsusən İran neftinin əsas alıcısı Çindir. Yəni bu baxımdan İran neftinin ixracının 80%-i bu marşrutla keçir. 80%. Yəni bu çox yüksək bir rəqəmdir. Eyni zamanda İranın digər ixrac məhsulları olan neft kimya məhsulları, nə bilim kənd təsərrüfatı məhsulları və digər məhsulların da əsas ixrac marşrutu buradır. Yəni Hörmüz və oradan Hind okeanına çıxır. Bu baxımdan Amerika bu blokadanı davam etdirərsə, xeyli müddət davam etdirərsə, İran iqtisadiyyatı tamamilə çökə bilər. Kollapsa düşə bilər. Yəni İranın bu əsas gəlir mənbəyi nədir? Neft. Neft, qaz gəlirləri. Bunu da əngəllədikdən sonra, yəni böyük hissəsini əngəllədikdən sonra İran rejimi faktiki ayaqda qala bilməz. Yəni öz maaşlarını ödəyə bilməz. Məmurların maaşlarını ödəyə bilməz. Sepah döyüşçülərinin maaşlarını ödəyə bilməz. Sonra o vəkil gücləri, proksi gücləri ki var regionda, onların maaşlarını ödəyə bilməz. Yəni bu baxımdan əslində bu çox effektiv vasitədir və heç müharibəyə girmədən əslində Amerika bu dəniz blokadasına başlasaydı, dediyim kimi, daha ciddi nəticələr bəlkə də qısa müddətdə əldə edə bilərdi və İran rejimini bu güzəştlərə məcbur edə bilərdi. Ona görə də yəni İran əslində dünənki məsələn qərar, Hörmüz boğazının açılması qərarı da məhz bunun təsiri ilə verilmişdi ki, əgər bu blokada daha bir müddət davam eləyərsə və biz öz ixrac məhsullarımızı bazara çıxara bilməzsə, təkcə ixrac yox. İranın idxal elədiyi məhsullar da oradan gəlir. Və Amerika onları da buraxmır. Yəni tamamilə İranın ixrac əməliyyatlarının, yəni xarici ticarətinin 2/3-dən də çoxunu Amerika bloklayır bu gün. Bloklamaq imkanına malikdir. Yəni bu baxımdan İran əslində o dünənki qərar, Hörmüzün açılması qərarında məncə bu blokadanın çox ciddi rolu var idi. Başqa bir tərəfdən bu İranın dənizdən blokadası həm də burada əsas zərər çəkən dövlətlərdən biri də Çindir. Çünki Çinə yönəlmiş İranın ixracatını Amerika əngəlləyir. Yəni Çin İrandan çox ucuz qiymətə neft alırdı və bu müharibə başlayandan sonra da almağa davam eləyirdi. Amma indi Amerika bunu da bloklayır və bu Çinin enerji təhlükəsizliyinə çox ciddi zərbədir. Və dünənki o elan olunan qərarda Çinin də ciddi rolu var idi. Çünki Çin bildirmişdi ki, artıq bu dəniz yolu açılmalıdır, maneəsiz ticarət yenidən bərpa olunmalıdır. Amma indi bugün o qərar dəyişdi. Çünki məsələn dünənki o qərar İranın elan etdiyi qərardan sonra bütün dünyada belə bir rəy formalaşdı ki, İran geri çəkildi. İran Amerikan tərəflərini qəbul etmək zorunda qaldı. Yəni bu ictimai rəyin formalaşması İran rejimi üçün çox yol verilməzdir. Yəni bu cür rəyin istər regionda, istər dünyada formalaşması ki, İran artıq geri çəkilməyə məcbur oldu, Amerikan şərtlərini qəbul etdi. Bu rəyin formalaşması rejimin legitimliyinə çox ciddi təhlükədir. Onlar düşünürlər ki, əgər biz Amerikan şərtləri əsasında sülhə gedəsi olsaq, ondan sonraki dövrdə İran içərisində ayaqda qala bilməyəcəyik
hətta öz tərəfdarlarımız arasında bizim nüfuzumuz itəcək bölgədə və bundan sonra İranda öz hakimiyyətimizi, rejimimizi sürdürmək, davam etdirmək mümkün olmayacaq. Yəni bu baxımdan bu gün qərarın dəyişməsində məncə o dünənki o formalaşan rəylərin ictimai rəyində böyük təsir oldu və İran rejiminin içindəki o güc qanadı ki var, yəni Sepah tərəf, məncə onların təsiri ilə bu qərar dəyişdi. Bəs niyə Trampın və Birləşmiş Ştatların Avropa müttəfiqləri, NATO müttəfiqləri bu prosesə dəstək vermirlər? Bax, burada maraqlar necə toqquşur? Yəni, burada Trampın siyasətinin, Trampın kobudluğunun çox böyük rolu var. Yəni, müharibə başlayandan sonra deyir ki, gəlin mənə qoşulun. Yəni, bu uşaq oyuncağıdır, nədir? Söhbət müharibədən gedir, hərbi əməliyyatlardan gedir. Sən əgər müharibəyə başlamaq planın var idisə, normal şəkildə bunu müharibə ərəfəsində öz müttəfiqlərinlə müzakirə etməli idin. Əgər onların yardımına, onların dəstəyinə bir ehtiyacın varsa, masaya gətirməli idin bu məsələnin ya NATO çərçivəsində, ya ikitərəfli müstəvidə və onlara bildirməli idin ki, mənim belə bir planım var, sizin də dəstəyinizə ehtiyacım var. Gəlin siz də filan istiqamətlərdən mənə kömək edin, dəstək verin. Yəni bu cür məsələlər qabaqcadan müzakirə olunur və razılaşdırılır. Təbii ki. Sən öz başına müharibə başlayırsan və müharibənin də ortasında deyirsən ki, ay Almaniya, Fransa, nə bilim, Yaponiya, Cənubi Koreya, İtaliya, gəlin mənə kömək edin. Onlar da deyir ki, yəni bu bir dəqiqə, yəni sən bizlə məsləhətləşmisən ki, yəni müharibəyə girmək elə bir sadə məsələdirmi ki, yəni sənin bir dənə çağırışınla, sən bizim müttəfiqimiz olsan belə, sənin bir dənə çağırışınla biz gələk müharibəyə qoşulaq. Yəni biz sənin əmrinin altında işləmirik ki, biz sənin əlaltıların deyilik ki. Yəni biz də özümüzə görə müstəqil dövlətlərik və biz də öz maraqlarımız əsasında hərəkət edirik. Yəni burada Trampın həm o şəxsi davranışları, o tərzi, kobudluğu burada ciddi rol oynadı. Həm də ümumiyyətlə, yəni Tramp gəldikdən sonra məlumdur ki, transatlantik münasibətlərdə, yəni Amerika-Avropa münasibətlərində çox ciddi problemlər var. Yəni artıq qarşılıqlı bir etimadsızlıq problemi meydana gəlib və bu baxımdan da yəni bu Avropa dövlətlərinin müharibəyə qoşulması ümumiyyətlə gözlənilmirdi. Yəni bunların ictimai rəyi də bunun əleyhinədir. Yəni Avropa ölkələrinin ictimaiyyətləri, xalqları öz ölkələrinin müharibəyə girməsinin qəti əleyhinədir. Hətta onlar Ukrayna müharibəsinə də öz dövlətlərinin qoşulmasını istəmirlər. Baxmayaraq ki, Ukraynanı haqlı sayırlar. Yəni Avropa ictimaiyyətlərinin böyük hissəsi Ukraynanı haqlı və zərər çəkən məzlum tərəf kimi qəbul edir. Amma buna baxmayaraq bildirirlər ki, biz Ukraynadakı müharibəyə daxil olmamalıyıq, başqa cür yardımlar eləyə bilərik və hökumətlər də eləyirsə bu eləsinlər. Yəni maddi yardım, silah yardım filan. Yəni bu baxımdan bu dövlətlərin, Avropa dövlətlərinin Amerikanın tərəfində İran müharibəsinə daxil olması ehtimalı ümumiyyətlə yox idi və üstəlik də Trampın bu cür kobudluğundan, hətta bu dövlətləri aşağılamasından, təhqir etməsindən sonra bunların ümumiyyətlə Amerika ilə bərabər hərəkət etməsi ehtimalı demək olar ki, aradan hətta çox az bir ehtimal hətta var idisə, bu ehtimal da aradan qalxdı. Artıq heç bir Avropa lideri Trampın yanında dayanmaq istəmir. Yəni Trump elə bir toksik fiqura çevrilib ki, hətta məsələn İtaliyanın baş naziri Meloni ilə münasibətləri çox yaxşı idi. Çünki o da sağçıdır, sağçı liderdir, radikal sağçı liderdir. Yəni ideoloji baxımdan bir yaxınlıqları da var idi və Trumpçıların da o xanıma ciddi simpatiyası var idi, Trumpın özünün də. Amma indi son günlərdə münasibətlər soyudu İtaliya ilə də, Meloni ilə Trump arasında da. Yəni Meloni deyir ki, yəni biz niyə müharibəyə girək ki? Yəni bu hadisəni sən törətmisən, sən də həll elə. Yəni bu baxımdan NATO daxilində transatlantik münasibətlərdə ciddi problemlər var, etimad problemi var və indi məsələn Türkiyədə bir NATO sammiti gözlənilir iyul ayında. İyulun əvvəllərində Türkiyədə növbəti NATO zirvə toplantısı olacaq. O çox maraqlı bir sammit olacaq. Onu izləyərik. Orada ya NATO içərisində birlik yenidən bərpa ediləcək, yəni təmir ediləcək, o çatlamış qap. Elə bil ki, Trump bu stəkanı çırpdığı yerə sındırdı da. İndi bu stəkanı təzədən bərpa eləməyə çalışacaqlar, yapışdırmağa çalışacaqlar. Ya da ki, ümumiyyətlə tamamilə NATO dağılıb gedəcək. Yəni belə bir ehtimal da var. Artıq Avropa dövlətləri, aparıcı Avropa dövlətləri ciddi müzakirəyə başlayıblar ki, biz öz təhlükəsizliyimizi Amerikadan asılı olmadan, Amerikasız necə təmin edə bilərik? Əslində bu müzakirə çoxdan başlamışdı, amma indi artıq konkret hərəkətə keçiblər ki, hərbi bir plan hazırlasınlar ki, tutaq ki, hər hansı bir Avropa ölkəsi hücuma məruz qalarsa, məsəl üçün Baltik ölkələrindən biri, belə bir məlumatlar yayılır da ki, Putin Baltik ölkələrindən birinə hücum edə bilər, Estoniyaya, Latviyaya filan. İndi konkret hərbi planın hazırlanmasına başlayıblar ki,
bir Avropa ölkəsi hücuma məruz qalarsa, biz onu necə müdafiə edəcəyik? Amerikanın iştirakı olmadan. Artıq əməli şəkildə bunun bir sınaqdan keçirilməsi də planlaşdırılır. Hərbi təlim şəklində bunun sınaqdan keçirilməsi də planlaşdırılır. Yəni ciddi bir etimad problemi var Amerika-Avropa münasibətlərində və mən düşünürəm ki, hətta Amerikada hakimiyyət dəyişikliyi olduqdan sonra belə, yəni demokratlar tutaq ki, hakimiyyətə qayıtdıqdan sonra belə artıq Avropa-Amerika münasibətləri heç vaxt əvvəlki kimi olmayacaq və Avropa Amerikadan bu təhlükəsizlik sahəsində öz asıllığını ildən ilə azaltmaq istiqamətində siyasət yeridəcək. Elə yeri gəlmişkən, Trumpın açıq dəstək verdiyi Macaristanda 16 illik baş nazir Orban hakimiyyətinin yəni belə açıq fərqlə uduzmasında da yəqin ki, bu Avropa-Amerika münasibətlərindəki böhranlı vəziyyətin də təsiri oldu. Bu heç şübhəsiz ki, Orbanın Trump tərəfindən dəstəklənməsi açıq şəkildə müəyyən təsir oldu. Artıq yeri gəlmişkən bu Avropadan digər ölkələrindəki radikal sağçı qüvvələr Trumpdan aralanmağa çalışırlar. Məsələn, Fransa radikal sağının lideri Marine Le Pen öz tərəfdarlarına göstəriş verib ki, artıq Trump administrasiyası ilə əlaqələri məhdudlaşdırın. Çünki Trumpla eyni sırada görünmək bizim şanslarımıza çox mənfi təsir edə bilər. Qarşıda seçki var Fransada, prezident seçkiləri. Eləcə də Alman radikal sağı, Almaniya üçün alternativ partiyası var. Onlar da öz içərilərində müzakirə ediblər ki, biz mümkün qədər Trump hökuməti ilə biraz məsafə saxlayaq. Çünki onların yanında dayanmaq ciddi şəkildə seçkidə məğlubiyyət, daha doğrusu yəni bunların bir qələbə ümidi var növbəti seçkilər, xüsusən Fransa radikal sağının prezident seçkilərində qələbə şansı var ciddi şəkildə və indi bildirirlər ki, biz bu müddətdə seçki qabağı dövrdə Trumpdan mümkün qədər aralı dayanaq ki, bizim də şanslarımız zərbə almasın və biz də Orban kimi Orbanın gününə düşməyək. Şahin bəy, həm də bu Trumpın Hörmüz siyasəti belə deyək, kampaniyası dolayı şəkildə Rusiyanın maraqlarına xidmət edir. Yəni xüsusən enerji qiymətləri qalxır, həmçinin Rusiyanın tankerlərdə olan neftinə sanksiyaları yenə Trump uzatdı, ləğv elədi, daha doğrusu dayandırdı. Və bu bəzən belə fikirlər də yayılır ki, bu kampaniyanın birbaşı da Trump öz müttəfiqi Putini hansı şəkildə dəstəkləmək və onun yəni bu indi çətin vəziyyətdə əlini gücləndirmək məqsəd daşıyır. Belə ehtimallara nə qədər önəm verirsiniz? Mən o cür fikirlərlə razı deyiləm təbii ki. Yəni aydındır. Yəni Trumpın Putinə müsbət münasibəti aydındır. Amma yəni tutaq ki, Trump ona görə İran müharibəsini törətdi ki, həm də Rusiyaya kömək eləsin falan. Bu biraz çox belə, yəni ağla sığmaz bir iddiadır. Amma bəli, yəni bu xaosdan istifadə edərək Trump Putinə müəyyən qədər kömək eləyir. Yəni bir ay Rusiya neftinə sanksiyaları təxirə salmışdılar. İndi onu məsələn 2 gün əvvəl Amerika Maliyyə naziri Bessent bildirdi ki, bu icazə, yəni Rusiya neftinin dünya bazarına çıxarılmasına tətbiq olunmuş müvəqqəti icazə uzadılmayacaq. Yəni bu bir ay ərzində qüvvədə oldu, bitdi. Artıq uzadılmayacaq və sanksiyalar yenidən avtomatik qüvvəyə minəcək. Amma dünən Trump qərar qəbul etdi ki, yenidən bir ay uzadılsın. Niyə? Burada təbii ki, Trumpın Putinə bir kömək eləmək niyyəti, ümumiyyətlə Trumpın Putinə olan simpatiyası burada mən düşünürəm ki, bəli, burada rol oynayır. Yoxsa yəni İran müharibəsini həm də ona görə başlayım ki, Rusiyaya kömək eləyir. Yox, təbii ki, o təməl səbəb deyil. Amma yaranmış vəziyyətdən bəli istifadə eləyir və Putinə kömək eləyir. Amma o biri tərəfdən də Ukrayna ordusu hər gün Rusiyanın neft ayırma müəssisələrini sıradan çıxarır. Məsələn, bu gecə 3 ya 4 neft ayırma müəssisəsinə zərbə endiriblər. Çox ciddi şəkildə Ukraynanın da imkanları artıb. Yəni Ukraynanın bu zərbə imkanları ciddi şəkildə artıb. Dron texnologiyaları çox ciddi şəkildə təkmilləşdirilir. Və artıq bu dron texnologiyaları sahəsində, məsələn, son aylara qədər bir paritet var idi. Rusiya ilə Ukrayna arasında bu dron müharibəsi sahəsində bir bərabərlik var idi. Amma Ukrayna son aylarda sürətlə bu məsələdə çox önə çıxdı. Və bu gün dron texnologiyalarında Ukraynanın Rusiya üzərində çox ciddi bir üstünlüyü var. Yəni Ukrayna dronlarının həm zərbə məsafəsi xeyli artıb. Həm dronların dəqiqliyi və dağıdıcılığı xeyli artıb. Məsələn, radioelektron müdaxilələrə qarşı dözümü xeyli artıb. Yəni ruslar özləri də etiraf edir, Rusiyalı hərbi blogerlər ki, yəni artıq bu Ukrayna dronları ilə biz bacara bilmirik və bu şəkildə davam eləyərsə
Rusiya sənayesi, Rusiya iqtisadiyyatı və elə Rusiya ordusunun özü də cəbhədə çox ağır zərbələr almağa davam eləyəcək. Dediyim kimi bu gecə məsələn 4 neft ayırma müəssisəsi, neft bazasını vurublar. Eyni zamanda məsələn verilişə gəlməzdən öncə son məlumat da yayıldı. Ukrayna Təhlükəsizlik Xidməti bu gecə Krımda 3 Rusiya gəmisini vurub. Bunlardan ikisi desant gəmisidir, böyük desant gəmisi, hansı ki bu desant gəmiləri donanmanın ən vacib gəmiləri hesab olunur, gəmilərindən biri hesab olunur. Eyni zamanda tipi növü müəyyən olunmamış üçüncü bir gəminin də vurulduğu haqqında məlumat var. Yəni artıq Ukrayna ordusunun Rusiyaya qarşı zərbələrinin intensivliyi və coğrafiyası çox genişlənib və bu da davam eləyəcək. Yəni bu sabit şəkildə burada qalmayacaq. Yəni Rusiya üçün əsas təhlükə həm də ondan ibarətdir ki, bu dron texnologiyalarını Ukrayna tərəfi çox sürətlə təkmilləşdirir. Burada Avropa ölkələrinin də Ukraynaya ciddi köməyi var, dəstəyi var. Məsələn, Böyük Britaniya 2 gün əvvəl ya 3 gün əvvəl elan etdilər ki, biz Ukraynaya 120 min ədəd dron verəcəyik. 120 min. Daha əvvəl Almaniya ilə belə bir razılaşma var. Bəli, Avropa ölkələrində də istehsal davam eləyir Ukrayna üçün. Eyni zamanda Ukraynanın özünün içində də istehsal davam eləyir. Hətta ruslar bir siyahı yaymışdılar ki, filan ölkələrdə, yəni Avropa ölkələrində, o cümlədən Türkiyədə, İsraildə Ukrayna üçün dronlar buraxan müəssisələr var, biz onları vura bilərik. Belə bir bəyanat da səsləndirmişdilər. Yəni dediyim kimi, həm Ukraynanın içində, həm Avropa ölkələrində Ukrayna üçün dron istehsalı getdikcə genişlənir, artır və Rusiyanın artıq bu dronlar qarşısında çarəsizliyini biz xüsusən son həftələrdə aydın görürük. Bəs cəbhədə durum necədir? Cəbhədə durum statikdir, yəni ciddi bir dəyişiklik yoxdur. Əvvəlki kimi sürünən irəliləyiş varmı? O sürünən irəliləyişə də demək olar ki, son qoyulub. Əvvəllər Rusiya ordusu hansısa istiqamətdə gündə 500 metr, nə bilim, bəzən ən uğur qazananda 1 kilometr, 2 kilometr irəliləyə bilirdilər. Amma indi son həftələrdə bu da ciddi şəkildə minimallaşıb. İndi düzdür, hansısa istiqamətdə yenə tutaq 100 metr, 200 metr irəliləyə bilirlər. Amma bunun heç bir əhəmiyyəti yoxdur da. Yəni bu taktiki xarakterli, bu minimal irəliləyişlər cəbhədə vəziyyəti dəyişə bilməz. Amma Putinin də ordu qarşısında qoyduğu bir hədəf var ki, biz bu yaz-yay əməliyyatında artıq Donbası tamamilə ələ keçirməliyik. Donbasın inzibati sərhədlərinə çıxmalıyıq və bu məsələni qapatmalıyıq. Amma yəni cəbhədəki vəziyyət onu göstərir ki, Rusiya ordusu bu tapşırığı yerinə yetirməyə qadir deyil. Qadir deyil. Bugünkü vəziyyətdə buna qadir deyil. Bəlkə yenidən səfərbərlik elan eləyərsə Rusiya rəhbərliyi, yenidən yüz minlərlə əskəri toplayıb cəbhəyə göndərərsə, yenə o ət hücumlarının hesabına bəlkə də bu hədəfə nail ola bilər, bilmirəm. Amma bu da çox böyük sual altındadır. Yəni, Rusiyalı blogerlər də özləri etiraf eləyir ki, itkilərimiz həddən artıq çoxalıb və artıq ay ərzində cəlb etdiyimiz orduya cəlb olunan əskərlərin sayı öldürülən əskərlərin sayından azdır. Azdır. 9000 fərq var. Və hətta bildirirlər ki, biz yenidən səfərbərlik keçirsək belə, bu bizim itkilərimizin artmasından başqa heç nəyə yaramayacaq. Yəni, bu baxımdan cəbhə xəttində vəziyyət demək olar ki, donub, yəni statikdir. Düzdür, Ukraynanın da son həftələrdə müəyyən taktik irəliləyişləri oldu. Məsələn, Dnepropetrovsk və Zaporojye istiqamətində 12-15 kənd azad eləyə bildilər. Amma yəni bunun da cəbhədəki vəziyyətdə çox radikal bir təsiri yoxdur. Yəni bu baxımdan məsələn bu gün etibarilə mən əslində bunu sizin deyəsən son verilişdə də qeyd etmişdim. Yəni artıq qəti və birmənalı biz ifadə eləyə bilərik ki, Rusiya Ukraynanı məğlub eləyə bilməz. Belə bir şansı artıq aradan qalxıb. Bunu artıq birmənalı mən deyə bilərəm. Məsələn, keçən il bunu bu dərəcədə birmənalı deyə bilmirdim. Çünki rusların müəyyən irəliləyişləri var idi və şansları da var idi. Amma artıq bu gün etibarilə biz birmənalı bəyan eləyə bilərik ki, Rusiyanın Ukraynada hərbi qələbə ehtimalı qalmadı. Və indi Rusiya rəhbərliyi də məncə vəziyyətdən çıxmaq istəyir, amma bilmirlər necə çıxsınlar. Yəni, bugünkü vəziyyətdə müharibəni dayandırmaq Putin üçün çox ciddi təhlükələr yarada bilər daxildə, dövlətin içərisində. Demirəm ki, xalq ayağa qalxar, yox. Bəlkə xalq da ayağa qalxar, çünki artıq narazılıq artır. Amma sistemin öz içərisində Putin nüfuzunu itirər və onu bir saray çevrilişi ilə 2 dəqiqəyə ata bilərlər kənara. Yəni, bu baxımdan bugünkü vəziyyətdə də Putin özü də təbii ki, axmaq adam deyil. Yəni, bizim gördüyümüzü, anladığımızı Putin də anlayır ki, yəni hərbi baxımdan artıq bu
Ukrayna da öz məqsədlərinə çata bilməz, amma bugünkü situasiyada da müharibədən çıxa bilmir. Yəni bugünkü situasiyada üzüsulu şəkildə müharibəni dayandırmaq imkanları yoxdur. Gərək əlində ən azı bir ciddi bir əsas olsun ki, bunu xalqa və dünyaya elan etsin ki, bax mən buna görə müharibəni dayandırdım. Bu da məsələn Trampın köməyi ilə ona nail olmağa çalışırdı ki, son həftələrdə Ukrayna ordusu Donbasdan özü çıxsın. Yəni bu gün Donbasın hardasa təxminən 20% Ukraynanın əlində qalır. İndi Putin tələb eləyir ki, Ukrayna ordusu özü könüllü oradan çıxsın və o əraziləri bizə təhvil versin. Və bu şəkildə Zelenski deyir biz axmaq deyilik. Yəni biz təbii ki, əslində yəni sırf hərbi strateji baxımdan o Ukrayna ordusu oradan çıxsa da vəziyyəti kardinal dəyişmir. Yəni Donbasın 20% də Rusiyanın əlinə keçsə bundan sonraki mərhələdə bu güya nəyi dəyişir ki? Amma yəni ən azından bu ona görə Putinə lazımdır ki, daxili ictimaiyyətə müharibəni niyə dayandırdığını izah eləyə bilsin. Məqsədlərimizə çatdıq. Ki, yəni deyəcək ki, bax gördünüz, bizim bu müharibədə əsas məqsədlərimizdən biri o idi ki, biz Donbası azad eləyək, dırnaq arasında, Donbasdakı rus dilli əhalini xilas eləyək, Ukraynalı nasistlərin əlindən və mən artıq gördünüz ki, buna nail oldum. Artıq bütün Donbas bizim nəzarətimizdədir və Rusiya ərazisidir. Biz artıq müharibəni bugün etibarilə dayandırmağı məqsədə uyğun sayırıq. Bunu deyə bilər o halda. Ona görə ona Donbasın o qalan hissəsi lazımdır. Yoxsa amma bugünkü şəraitdə bunu edə bilmir axı. Ukrayna tərəfi də təbii ki, yəni sizin qeyd etdiyiniz kimi axmaq deyirlər ki, öz başına oradan çıxsınlar. Əvvəla bu günə qədər nə qədər qanlar axıdıblar. Yəni Ukrayna ordusu orada 10 minlərlə itkilər verib Donbası qorumaq üçün. Eyni zamanda hazırda Ukraynanın əlindəki o məntəqələr möhkəmləndirilmiş məntəqələrdir. Yəni hərbi baxımdan çox etibarlı şəkildə möhkəmləndirilmiş məntəqələrdir və Rusiya ordusu oranı almaq üçün gərək yenidən 100 minlərlə itki versin. Eyni zamanda yenidən milyardlarla dollar pul xərcləsin. Yəni bu baxımdan Ukrayna ordusu əlbəttə ki, oradan könüllü şəkildə çəkilə bilməz və çəkilməyəcək. Bu gün də yəni cəbhədə vəziyyət elə deyil ki, Ukrayna buna məcbur olsun. Məsələn, keçən il bəlkə də ona getmək olardı. Ukrayna ona bəlkə də gedə bilərdi. Çünki Rusiyanın təzyiqi çox güclənmişdi və Ukraynada çətin vəziyyətdə qalmışdı. Orduya yeni əsgərlərin cəlb olunmasında problemlər var idi. Ordunun silahlanmasında, silahla təmin olunmasında problemlər var idi filan. Amma indi o problemlər demək olar ki, aradan qaldırıldı və bu gün Ukrayna ordusu çox uğurla cəbhədə mübarizə aparır işğalçılarla və Ukraynanın o ərazilərdən çəkilməsi üçün heç bir səbəb yoxdur. Bu baxımdan bu müharibəni belə görünür ki, Rusiya tərəfi çarəsiz şəkildə daha bir müddət harda qırıldı prinsipi ilə davam etdirəcək. Əslində çox ciddi problemləri yaranmışdı iqtisadi sferada. Bəli, elə birinci rübün nəticələri açıqlanıb və 8 trilyon kəsir var. Büdcə kəsiri var. Eyni zamanda ümumi daxili məhsulda 1,8% azalma var. Yəni Rusiya iqtisadiyyatı artıq kiçilməyə doğru gedir. Resessiyaya daxil olduğunu söyləyə bilərik. Çünki 2 ay ardıcıl iqtisadiyyatda geriləmə olub. Və bu akademik dairələrdə mən bu gün elə dünən bir məqalə var idi. Akademik adını unutdum. Deyəsən Nigmatulin. Nigmatulin. Çox sərt tənqid eləmişdi və açıq prezidentin özünü birbaşa tənqid eləmişdi ki, yəni biz böyük bir bəlanın içərisindəyik. Ölkə iqtisadiyyatı resessiyaya gedir və bizim bundan çıxmaq şansımız yoxdur. Biz nə edirik? Yəni vəziyyətdən çıxmaq üçün prezident niyə bu durumla razılaşır, barışır? Eləcə də ölkənin Mərkəzi Bankın rəhbərinin də açıq etiraf edir ki, yəni iqtisadi fəallığı bərpa eləmək son dərəcə çox çətin bir vəziyyətdir. Bəs bu gedişat Rusiyanın iqtisadi fəlakətlə üzləşməsi, yəni tendensiya ona doğru gedir və neft qiymətləri də belə görünür ki, hətta mən ekspertlərin fikirlərini oxudum, onlar bildirirlər ki, biz diskountla satışı davam etdiririk. Yəni diskount qiymətlər neftin bahalaşdığı dövrdə də qalır. Yəni əlavə nəhəng bir gəlirlər yoxdur. Bəli. Bax bu iqtisadi problemlər təbii ki, Putin hakimiyyətinin əlini qısaldır, müharibədəki imkanlarını daraldır. Bax bu tendensiya, yəni bu il ərzində hansısa bir nəticəyə təsir edə bilərmi? Məsələn, bu İran müharibəsi olmasaydı, Rusiya çox kritik bir vəziyyətə doğru gedirdi. Və bunu artıq Rusiyanın nəinki müstəqil iqtisadçılar, hələ də az sayda da olsa müstəqil iqtisadçılar qalıb,
Bunu hətta hökumətin öz nümayəndələri də etiraf eləməyə başlamışdılar ki, vəziyyət kritikləşir. Büdcə kəsiri proqnozdan xeyli artıqdır, dəfələrlə artıqdır və rifah fondunda da vəsaitlər get-gedə azalır. Artıq vəziyyət kritik həddə qədər yaxınlaşıb. Bunu Rusiyanın öz rəsmiləri də, eləcə də o rəsmi şəxslərə yaxın media orqanlarında çox açıq etiraf eləyirdilər. İndi bu biraz İran məsələsi, biraz Putinin imdadına yetişdi, belə deyək. Neftin bahalaşması istər-istəməz Rusiyanın gəlirlərinin müəyyən qədər artmasına səbəb olur. Düzdür, bu bayaq qeyd etdiyimiz kimi Ukrayna Rusiyanın neft ayırma müəssisələrini hər gün demək olar ki, vurur. Rusiyanın bu ixrac terminallarına Leningrad vilayətindəki Ustluqa limanı, sonra digər limanlarına Tuapse limanını vurmuşlar. Zərbələr endirir ardıcıl və Ukrayna çalışır ki, Rusiya bu artan neft qiymətlərindən fayda götürə bilməsin. Və müəyyən qədər təbii ki, öz məqsədlərinə də nail olur Ukrayna. Rusiyanın ixracında, neft ixracında da müəyyən azalmalar var. Amma bununla belə bu qiymətin artması təbii ki, Rusiyanın bazara çıxardığı neftin qiymətinin əvvəlki ilə müqayisədə artımına səbəb olub. Artımına hər nə qədər ümumi bazarda bazar qiymətlərindən biraz aşağı satsa belə, yenə də İran müharibəsindən əvvəlki dövrlə müqayisədə Rusiyanın gəlirlərində bir artım var, artım müşahidə olunur. Amma bununla belə bu təbii ki, yaraya bir məlhəm deyil. Məlhəm deyil, çünki Rusiya iqtisadiyyatının problemləri artıq fundamental xarakter daşıyır. Yəni bu məsələn gündəlik bir problem deyil. Tutaq ki, bu gün mənim büdcə gəlirim azaldı. Bu çox ciddi problemdir. Bunu sabah yəni gəlirlərin artması ilə kompensasiya eləyə bilərəm. Amma bütün iqtisadiyyatda ümumi, yəni fundamental şəkildə problemlər başlayıbsa bütün sahələrdə, xüsusən sənayedə ciddi istehsalın azalması prosesi başlayıbsa, artıq bu daha dərin problemlərdən xəbər verir. Yəni bu artıq 1 aya, 3 aya, 5 aya həll oluna biləcək bir məsələ deyil. Eyni zamanda iqtisadi böhranın dərinləşməsi bu böhranı xalqın da artıq daha açıq hiss eləməsinə səbəb olur. Hiss eləməsi ilə nəticələnir və bu da sosial narazılığı artırır. Həm bu iqtisadi vəziyyət narazılığı artırır, həm də son həftələrdə Rusiya hakimiyyətinin interneti bloklaması, sosial şəbəkələri bloklaması da çox ciddi narazılıqla qarşılanıb. Hətta daha əvvəl ümumiyyətlə siyasətə qoşulmayan, siyasi məsələlərlə bağlı rəy bildirməyən insanların da görürük ki, sosial mediada çox ciddi etiraz videoları yayılır. Hətta modelyerlər, rus qadınlar, modelyerlər tamamilə siyasətdən uzaq insanlar, bunların çox etiraz videoları yayılır. Ondan sonra gündəlik işi bu internetdən asılı olan insanlar, xüsusi bank, maliyyə sektoru çox ciddi əziyyət çəkir. Sferalar var ki, onların fəaliyyəti internetdən daha çox xeyli asılıdır. Yəni rəqəmsallaşma da Rusiyada müəyyən dərəcədə inkişaf eləyib axı son illərdə. Təbii ki. Yəni bu baxımdan internetin bloklanması iqtisadiyyata da mənfi təsir göstərir. Yəni burada bax bayaq İranla bağlı dediyimiz sistemin içərisində bir ikitirəlik var. Rusiyada da sistemin içərisində o ikitirəlik hiss olunur. Yəni bir tərəfdə proseslərə daha ayıq yanaşan, daha real yanaşan bir belə deyək də iqtisadi blok var. Məsələn, bayaq siz dediniz, Mərkəzi Bankın sədri Nabiullina ora aiddir. Maliyyə Nazirliyi Siluanov ora aid eləmək olar. Eləcə də onlara yaxın media və iqtisadçılar. Baş nazir də o qədər də məmnun deyil vəziyyətdən. Təbii ki. Bir var bu iqtisadiyyatda gedən prosesləri anlayan, başa düşən və bundan narahat olan bir qanat var hakimiyyət içərisində, amma başqa bir tərəfdə də bir güc qanadı var, güc strukturları var ki, onlar daha da sərtləşmə istiqamətində siyasət aparılmasını tələb edirlər. Xüsusən Federal Təhlükəsizlik Xidməti, yəni FSB-nin rolu çox ciddi şəkildə artıb son vaxtlar, son aylarda. Artıq FSB siyasi qərarların da verilməsinə müdaxilə eləyir. Bilirsiniz ki, FSB-yə çox ciddi səlahiyyətlər verildi və FSB artıq istənilən şəxsi Rusiyada məhkəməsiz filan həbs eləmə hüququna malikdir. Belə bir hüquq da verilib. İnternetin bloklanması ideyası da FSB-yə məxsusdur və onların belə görünür ki, Putin üzərində çox ciddi təsir imkanları var. Bu da təbii ki, öz növbəsində iqtisadi bloku narazı salır ki, yəni bu gedişatın axırı nə olacaq? Və o iqtisadçı ki, siz qeyd etdiniz, daha doğrusu akademik Nigmatulli çox sərt çıxış elədi ki, yəni bu hətta Putinin adını çəkdi, yəni prezident niyə buna yol verir? Prezident bunu anlamırmı ki, bu proseslərin axırı çox pis olacaq Rusiya üçün? Artıq bu dilə gəlib, yəni Rusiya akademik çevrələri də dilə gəliblər ki, bu gedişat deyil. Yəni bunun dayandırmaq lazımdır və
yenidən rasional siyasətə keçmək lazımdır. Amma bu sistemin içərisində bu cür çağırışlar belə görünür ki, güc qanadı tərəfindən çox ciddi müqavimətlə qarşılaşır və Putin də ən azından bu mərhələdə görünən odur ki, güc qanadının dedikləri ilə daha çox hərəkət edir. Çünki Putin də özünün də bayaq qeyd etdiyimiz o vəziyyət Ukrayna ilə bağlı çox acınacaqlıdır. Yəni Ukraynada faktiki öz məqsədlərinə nail ola bilməyəcəyini anlayıb Putin, amma heç cür müharibədən də çıxa bilmir və belə vəziyyətdə ona yol göstərən güc strukturlarının dedikləri ilə sanki hərəkət eləmək məcburiyyəti qarşısında qalıb. Putin də vəziyyəti bu gün bundan ibarətdir və mən düşünürəm ki, hər halda müharibənin qarşıdakı aylarda dayandırılması ehtimalı var. Yəni çünki Rusiya üçün artıq vəziyyət bu şəkildə, yəni uzun müddət davam etdirilə bilməz. Həm Rusiya daxilindəki vəziyyətlə əlaqədar, iqtisadiyyatdakı neqativ tendensiyaların güclənməsi, daxildə sosial narazılığın artması, yəni bax bu cür narazılığın olduğu şəraitdə hakimiyyətin bir səfərbərlik həyata keçirməsi də çox çətin olar. Təbii ki. O əlavə ciddi bir narazılıq yaradar və eyni zamanda əlavə sosial-iqtisadi problemlər yarada bilər. Çünki səfərbərlik çox böyük vəsait tələb edir. Təkcə söhbət insanları cəlb eləməklə məhdudlaşmır ki. Bunların təchizatı var, bunların təlimi var, bunların nə bilim qidalanması var filan. Yəni bu çox böyük vəsait tələb edir. Yəni bu baxımdan səfərbərliyə getməyin özü də Putin rejimi üçün yeni siyasi risklər və iqtisadi risklər yarada bilər. Yəni bu da çıxış yolu deyil. Ona görə mən düşünürəm ki, əvvəl-axır yəni Putin rejimi bu sülhə getmək zorunda qalacaq. Sadəcə olaraq bir əsas axtarırlar ki, hansısa bir əsasla biz bunu dayandıraq ki, bunu xalqa izah eləyə bilək. O əsas hələ əlində olmadığına görə çarəsiz şəkildə müharibəni davam etdirir. Amma yəni dediyimiz kimi cəbhədə də vəziyyət Rusiya üçün getdikcə ağırlaşmaqdadır. Yəni itkilər həddindən artıq artır və Ukraynanın da istər cəbhədə, istərsə də Rusiyanın içərilərində Rusiyaya ağır zərbələr endirmək imkanları günü-gündən artır və genişlənir. Təşəkkür edirəm Şahin bəy. Bu qədər problemlərə baxmayaraq Rusiya yenə kənar postsovet ölkələrinə qarşı siyasətini də, ənənəvi siyasətini də dəyişmək istəmir. Bu günlərdə Dövlət Dumasında bir qanun qəbul olundu. Prezident administrasiyasının göndərdiyi qanun, hansı ki orada Rusiya ordusuna səlahiyyət verilir ki, kənar ölkələrdə istintaq və məhkəmə təqibinə məruz qalmış Rusiya vətəndaşlarını müdafiə eləsin. Yəni ordu birbaşa müdafiə eləsin və bu da dərhal göz önünə gətirir ki, Rusiyanın hazırda problemləri hansı ölkələrləndir? Ermənistanda seçkilər gözlənilir. Pribaltika ölkələri ilə ənənəvi problemlər var. Elə Qafqaz ölkələri Azərbaycanla, Gürcüstanla, Ermənistanla, yəni Qazaxıstanla, Orta Asiyadan biz problemləri deyə bilərik. Yəni Rusiyanın iddialarından söhbət gedir, yəni imperiya ambisiyalarından söhbət gedir. Bu baxımdan Ermənistanda vəziyyət daha həssasdır. Bax, bu seçki ərəfəsində Rusiyanın müdaxilələri hansı səviyyədə ola bilər? Biz bayaq İran rejiminin vəziyyətindən danışdıq. Rusiya rejiminin vəziyyəti də biraz oxşardır. Yəni nə baxımdan? Yəni, bu cür rejimlər qorxu yaymağa məcburdur. Bu cür rejimlər yalnız qorxu əsasında ayaqda qala bilər. Yəni istər daxildə bir qorxu mühiti yaratmaq, istərsə də xaricdəki düşmənləri, rəqibləri qorxutmaq ki, yəni mən bunu eləyərəm. Və bu qanun da ona xidmət eləyir. Xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün, nə bilim, onlara əgər həmin ölkələrdə, yəni bu tamamilə beynəlxalq hüquqa açıq-aşkar ziddir. Düzdür, bu gün beynəlxalq hüquq qaldı, qalmadı, onun özü çox böyük mübahisə mövzusudur. Yəni beynəlxalq hüquqa kim əməl edir ki bu gün? Amma yəni açıq-aşkar, yəni bir dövlətin belə bir qanun qəbul etməsi ki, mənim soyumdan olan, mənim soydaşlarım başqa ölkələrdə hansısa bir təqibə məruz qalarsa, mən hərbi müdaxilə eləyə bilərəm. Yəni bu tamamilə ağlasığmaz bir məsələdir və mən düşünürəm ki, yəni bunu Rusiyanın bu gün etibarilə reallaşdırmaq imkanı çox məhduddur. Niyyəti olsa belə bunu bugünkü şəraitində, vəziyyətində reallaşdırma imkanı yoxdur. Bu qanun, bu cür mövqe daha çox Rusiyanın zəifləyən nüfuzunu bərpa eləməyə yönəlib. Çünki Rusiyanın bizim regionda da nüfuzu ciddi şəkildə zəiflədi son bir neçə ildə. Dünyada da təbii ki, çox ciddi itkilərə, geosiyasi itkilərə məruz qaldı Rusiya. Yəni Rusiyaya yaxın bir neçə rejim aradan qalxdı.
Yəni, Suriyada Əsəd rejimi devrildi, Rusiya Orta Şərqdə çox ciddi zərbə aldı. Venezuelada Maduro devrildi, çox ciddi zərbə aldı Rusiya, Latin Amerikasındakı maraqları çox ciddi zərbə Avropada aldı. Orban. Orban son olaraq Orban kimi bir müttəfiqi itirdilər. Bu Rusiyanın Avropadakı maraqlarına çox ciddi zərbə oldu. Elə MDB məkanının özündə bizim regiondan əlavə Moldovanı demək olar ki, itirdi. Bu çox ciddi zərbədir Rusiya üçün. Yəni belə bir şəraitdə Rusiya buna ehtiyac duyur ki, yenidən özünün nə qədər qorxunc bir qüvvə olduğunu hər kəsə nümayiş etdirsin ki, bax mən eləyərəm ha bunu. Asaram, kəsərəm. Mən lazım olsa müdaxilə eləyərəm. Mənim üçün fərqi yoxdur. Mən istənilən bəhanə ilə ölkələrə daxil ola bilərəm, girə bilərəm. Yəni bu cür qorxu yenidən öz nüfuzunu bu qorxutmalarla bərpa eləməyə çalışır. Amma təbii ki, dünya da axmaq deyil axı. Yəni dünya görür ki, sən bu gün ən azından Ukrayna müharibəsinin, Ukrayna bataqlığında ilişdiyin bir vəziyyətdə sən ikinci bir cəbhə aça bilməzsən. Yəni sənin belə bir imkanların demək olar ki, yoxdur. Ya da çox məhduddur bu imkanlar. Ermənistana gəldikdə isə təbii ki, Rusiya Paşinyanın məğlub olmasında çox maraqlıdır. Yəni bu göz önündədir. Amma yəni Ermənistana tutaq ki, Rusiyanın hansısa şəkildə bir hərbi müdaxilə edəcəyinə mən düşünmürəm. Yəni tutaq ki, bunu istəsə belə necə edə bilər? Gümrüdə hərbi baza var. Gümrüdəki hərbi bazada maksimum 5000 əsgər var və o 5000 əsgərlə də Ermənistan içərisində sən heç nə edə bilməzsən. Yəni tutaq ki, o hərbi baza Paşinyan hökumətinə qarşı hərəkətə keçmək istədi. Paşinyan da axmaq deyil ki. Paşinyan heç imkan verməz ki, onlar hərbi hissənin içərisindən şəhərə çıxsınlar. Onların o hərbi hissəni mühasirəyə alar. Paşinyana da sadiq polis və təhlükəsizlik qüvvələri var. Şübhəsiz ki, düzdür, mən Ermənistan ordusuna çox arxayın deyiləm. Ermənistan ordusunun içərisində düşünürəm ki, yenə Rusiyaya yaxın zabitlər böyük ehtimalla qalıb və çox ola bilər. Amma ən azından Ermənistan polisi və Ermənistan təhlükəsizlik xidməti düşünürəm ki, əhalini çökə bilərlər ki, hələ mən əhalini qoyuram kənara. Yəni bu təhlükəsizlik strukturları Paşinyana sadiqdir və onlar heç Rus hərbiçilərinin hərbi hissənin içərisindən şəhərə çıxmasına imkan verməzlər. Bundan başqa dediyiniz kimi Paşinyan öz tərəfdarlarını küçələrə çağıra bilər və yəni Rus əsgərləri orada maksimum 5000 Rus əsgəri, hansı ki onların da bəziləri ermənidir. Yəni ermənilər də var orada. Erməni millətindən olan Rusiya əsgərləri də var. Yəni o 5000 əsgərdən ibarət hərbi baza hökuməti devirə bilməz. Yəni belə bir ehtimal çox azdır. Yalnız o halda ola bilər ki, Ermənistan ordusu da bunlara qoşulsun. Yəni bir tərəfdən Ermənistan ordusu hərəkətə keçsin, o bir tərəfdən də Rusiya hərbi bazası Gümrüdən hərbi bazalarına çıxıb şəhərləri ələ keçirməyə başlasın. O halda bəli, eləyə bilərlər. Amma yəni Ermənistan daxilindən hər hansı bir güc strukturunun dəstəyi olmadan Ruslar orada o 5000-lik Gümrü bazası heç bir hərbi nəticəyə nail ola bilməz. Yəni bu ehtimal mən həddən artıq aşağı hesab edirəm. Yalnız o halda ola bilər ki, dediyim kimi, Ermənistan içərisindən, istər əhali içərisində, istərsə də Ermənistan güc strukturları içərisində ciddi bir dəstək olsun. Rusiyanın bu niyyətinə dəstək verən olsun. Bu ehtimal da çox azdır. Yəni, bu baxımdan yəni Rusiyanın müəyyən təbii ki, provokasiyalar eləyə bilərlər. Ermənistanda Rusiyanın çoxlu sayda agentlərinin olduğu hamıya məlumdur. Yəni bunu təxmin eləmək çox çətin deyil. Provokativ hərəkətlər eləyə bilərlər, xaos yaratmaq istəyə bilərlər, amma yəni bununla yəni hökuməti devirmək məsələsi bu qeyri-mümkündür. Şanslara gəldikdə isə Paşinyanın partiyasının, yəni vətəndaş müqaviləsinin sorğularda birinci olduğu məlumdur. Yəni bu heç kimdə şübhə doğurmur. Yəni seçkidə birinci olacaqlar, amma yeganə sual doğuran məqam ondan ibarətdir ki, komfort bir çoxluq yarada biləcəklər yoxsa yox. Yəni məsələn bugünkü kimi rahat bir çoxluğa nail ola biləcək Paşinyan yoxsa yox. O hələ ki aydın deyil. Amma mən düşünürəm ki, hər halda yəni çoxluğa nail ola bilərlər. Çünki alternativlərinə baxanda görürsən ki, yəni ciddi bir erməni xalqının ümid bəsləyə biləcəyi bir real alternativ yoxdur. Düzdür, indi Rusiya çox çalışır ki, bu Samvel Karapetyanın partiyasını bir parlatsınlar, meydana çıxarsınlar. Onlar erməni xalqına nəsə bir ümid versin. İkinci İvanishvili. Yağlı vədlərlə xalqı aldada bilsinlər filan. Karapetyan da o cür vədlər verməyə başlayıb artıq. Yəni mən gəlsəm bağ belə, bostan belə, yağbal içində üzəcəksiniz filan. Bu cür vədlər, populist vədlər verməyə başlayıb. Amma hər halda yəni mən düşünürəm ki, erməni xalqının təbii ki, hamısı yox, amma
əsas etibarı ilə, yəni ermənilər də məncə başa düşürlər ki, yəni bu adamın dedikləri, yəni boş söhbətdir. Elə həmin xətti aparıb da vaxtilə Koçaryandan Sarkisyan 20 il ərzində bu Karapetyanın vəd etdiklərini onlar vəd etmişdilər. Ortaya çıxan nə oldu? Yəni bunu erməni xalqı öz üzərində hiss elədi. Yəni bu baxımdan yəni Samvel Karapetyanın Koçaryandan fərqi nədir? Yəni tutaq ki, hansısa bir Ermənistan vətəndaşı yəni Karapetyana səs verməkdənsə elə Koçaryana səs verər də. Yəni Koçaryan ən azından ondan daha təcrübəlidir və Rusiyaya da çox daha yaxındır. Yəni ən azından Putinə Koçaryan daha yaxındır. Yəni Rusiya meylli, yəni və yaxud Rusiya xəttinin hakimiyyətə gəlməsini istəyən bir Ermənistan vətəndaşı Karapetyanın partiyasındansa elə Koçaryana yenidən səs verər, onu gətirər. Amma bu gün görürük ki, Koçaryanın da reytinqi çox aşağıdır. Sarkisyan ümumiyyətlə seçkiyə girmədi. Məncə o çox ağıllı hərəkət elədi. Serj Sarkisyan gördü ki, şansı yoxdur. Yəni seçkiyə girmədi. Koçaryanın müəyyən qədər səs toplamaq şansı var. Karapetyanın partiyası bilmirəm, o seçki baryerini keçə bilər, keçə bilməz. 15% reytinqi var. Keçə bilər bəlkə də baryeri, amma yəni onların ciddi bir nəticəyə nail ola biləcəklərinə mənim ciddi şübhəm var. Həm də onu qeyd eləyək ki, Karapetyanın ümumiyyətlə baş nazir olmaq hüququ yoxdur. Yoxdur. Yəni, Rusiya vətəndaşı olan, yəni başqa dövlətin vətəndaşı olan bir erməni Ermənistanda hökumət başçısı ola bilməz. Bəs Avropanın dəstəyini necə dəyərləndirirsiniz? Avropanın dəstəyi var və bu dəstək də nümayiş etdiriləcək əyani şəkildə. Bilirsiniz ki, Yerevanda Avropa Siyasi Birliyinin toplantısı olacaq. Növbəti zirvə toplantısı may ayının deyəsən sonlarında, səhv eləmirəmsə. Yox, əvvəlində. Əvvəli ya ortaları. Yəni seçkiyə bir aydan az qalmış bir vaxtda 6-7-si olmalı. Avropa Siyasi Birliyinin Ermənistanda zirvə toplantısı olacaq. Ora bütün Avropa liderləri gələcəklər və bunun özü Paşinyana çox ciddi və real dəstəkdir. Çox ciddi dəstəkdir və eyni zamanda aydındır ki, Amerika administrasiyası da hər nə qədər onların dəstəyi biraz əks effekt versə də, yəni Trump administrasiyasında Paşinyana dəstəyi göz önündədir. Yəni Qərbdən çox ciddi bir dəstəyi var. Və bu da məncə yəni ən azından ağlı və düşüncəsi yerində olan ermənilər də bunu baxıb görürlər ki, bir tərəfdə tutaq ki, nə qədər səhvləri olsa belə Paşinyan var, bizə bir yol göstərir ən azından ki, mən Ermənistanı bu yolla aparacağam, mən Ermənistanı Avropaya doğru aparacağam, mən ölkədə həyat səviyyəsini yüksəldəcəm, insanlar daha yaxşı yaşayacaqlar bundan sonra. Ən azından Paşinyan bir aydın yol göstərir. Amma bu biri tərəf də Ermənistanı keçmişə qaytarmaq istəyir. Yenidən Azərbaycanla konfrontasiya, yenidən Türkiyə ilə konfrontasiya. Yəni bu Ermənistana nə qazandıra bilər? Ona görə də mən düşünürəm ki, hətta Paşinyandan narazı olan ermənilər belə, əgər ağılları varsa, yenidən Paşinyana səs verərlər. Bu qüvvələrə səs verməzlər. Çünki bu qüvvələr Koçaryan, Karapetyan, yəni Rusiya xətti Ermənistanı yenidən keçmişə qaytarmaq istəyir. O keçmişin Ermənistana və erməni xalqına nə qazandırdığını ermənilər öz dərilərində hiss etdilər. Yəni, nə oldu o boyda bəs torpaqlar işğal etmişdiniz, Azərbaycana meydan oxuyurdunuz, bunun nə ilə nəticələndi? Gördünüz. Yəni, çox ağır itkilərə məruz qaldı Ermənistan müharibədə və konfrontasiya xətti də yenidən Ermənistana təhlükə yaradır. Çünki Azərbaycanın əlində bir əsas olacaq ki, yəni tutaq ki, məsələn, belə situasiyanı təsəvvür eləyək. Seçkidə Koçaryanla Karapetyan qalib gəldilər. Yəni Rusiya xətti qalib gəldi və yenidən hakimiyyəti onlar formalaşdırdı və Azərbaycanla aparılan sülh prosesindən çəkildilər, Türkiyə ilə normallaşma prosesindən çəkildilər və yenidən Azərbaycana meydan oxumağa başladılar, yenidən Azərbaycana bir ərazi iddiası irəli sürməyə başladılar, yenidən bu sarsaq söhbətlərini yenidən ortaya saldılar. Bu halda Azərbaycanın əlində legitim bir əsas yaranmış olur ki, Ermənistana müdaxilə eləsin. Çünki Ermənistanda əgər mənə meydan oxuyan bir qüvvə hakimiyyətə gələcəksə, yenidən mənim ərazi bütövlüyümü şübhə altına alan bir qüvvə hakimiyyətə gələcəksə, onda mənim bir Azərbaycan dövləti olaraq əlimdə qanuni əsas yaranır ki, mən onlara müdaxilə edeyim. Bunu mu istəyir erməni xalqı? Bu baxımdan mən düşünürəm ki, hətta Paşinyandan narazı olan Ermənistan vətəndaşları ya ümumiyyətlə seçkiyə getməyəcəklər, ya da ki, onların bir hissəsi narazı belə olsa Paşinyana səs verəcək ki, ən azından bu adam bizə bir sülh və inkişaf vəd edir. Amma digər qanat bizə hər nə qədər populist iqtisadi vədlər versələr belə, onların xarici siyasəti yenidən Azərbaycanla toqquşmaya səbəb olacaq və bu situasiyadan da Ermənistanın qalib çıxması ehtimalı yoxdur. Təşəkkür edirəm Şahin bəy. Maraqlı müsahibəsi, minnətdaram.
Hörmətli izləyicilər, biz siyasi təhlilçi Şahin Cəfərli ilə regiondakı son durumu müzakirə elədik. Həm Rusiya Ukrayna müharibəsinin gedişi, həm Körfəzdəki durum, həm Rusiya-Ermənistan münasibətləri və Ermənistanda iyun 7-də keçiriləcək seçki qabağı situasiya haqqında müzakirələrimiz oldu. Verilişimizi bəyənin, paylaşın, minnətdarıq.